Erməni terrorunun məşhur ideoloqlarından biri yazıcı ictimai xadim Zori Balayan ölüb. Bu barədə məlumatı onun oğlu Hayk Balayan yayıb. O, 80-ci illərin əvvəllərində yazdığı Ocaq əsəri ilə ermənilər arasında məşhurlaşmışdı. Bu kitab Zori Balayan tarixini təhrif edərək Qarabağın güya erməni torpağı olduğunu iddia etməsi barədə idi. O, həmçinin kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib. Zori Balayan həm də Xocalı soyqırımının təşəbbüskarlarındandır. 1988-ci ildə Zori Balayan digər erməni ideoloqu Silva Kapusyanla birgə Moskvada SSR prezidenti Mikhail Qarbaçovla görüşərək ondan Qarabağ məsələsini Ermənistanın xeyrinə həll etmək istəmişdi. Zori Balayan 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi kimi də tanınır. Bununla əlaqədar Zori Balayana Azərbaycanda cinayət işi açılmışdı. 2005-ci ilin may ayında Zori Balayan Interpol tərəfindən İtaliyada beynəlxalq axtarışda olan şəxs kimi saxlanıldıqdan 4 saat sonra sərbəst buraxılmışdı.